Əli dünyaya gələndə Peyğəmbər biraz rahat nəfəs aldı. Qucağına aldı deyir. Qucağına alan kimi uşaq Quran oxudu əleyhissalam. Bir yerdə mənim sözümü məsxər ediblər, bir də budur. Deyir, hələ Quran nazil olmayıb, bu deyir ki, Quran oxudu. Bu adam başa düşmür ki, Quran varlıq aləmi hələ xəlq olmamışdan bunların qəlbinə nazil olmuşdur. Ona görə təəccüblü gəlir ki, hələ Quran nazil olmamış, siz deyirsiniz ki, Əli dünyaya gələndə Quran oxudu. Necə yəni Quran gəlmə? Quran nazil olmaqdan əvvəl dünyaya, Quran onların qəlbinə varlıq aləmində, hələ bunlar nurlar aləmində olanda nazil olmuşdur. Bunlar canlı Qurandır, danışan Qurandılar. O ki, Quranın ayələrini oxudu. Onun ehtiramına Kəbənin divarı yarıldı ki, anası Kəbənin içində onu dünyaya gətirsin. Bu həm ictimai bir məsələdir ki, onun haqlılığının sənədidir, o cəmiyyət üçün və həmişə üçün. Həm də ki, Allahın ona münasibətinin göstəricisi. Əli dünyaya gələndə Peyğəmbər biraz rahat nəfəs aldı. Qucağına aldı deyir. Qucağına alan kimi uşaq Quran oxudu əleyhissalam. Bir yerdə mənim sözümü məsxər ediblər, bir də budur. Deyir, hələ Quran nazil olmayıb, bu deyir ki, Quran oxudu. Bu adam başa düşmür ki, Quran varlıq aləmi hələ xəlq olmamışdan bunların qəlbinə nazil olmuşdur. Ona görə təəccüblü gəlir ki, hələ Quran nazil olmamış, siz deyirsiniz ki, Əli dünyaya gələndə Quran oxudu. Necə